Videolarımı izleyenlerin böyük bir kısmı kanalıma abone değil. Dostum, aşağıdan kanalıma abone ol ve bu videoma like at. Herkese salam, ben Ayxan. Bu günləri sizlerle birlikte Azərbaycan TikTok videoları izləyirik. İlk videomuza Sevərlə başlayırıq. Günə yaxşı başlamışıq, yox. Ama bu mahnı çox boş bir mahnıdır, hav. Yo vallahi ruhum falan can çəkişmir, nə yalan deyim. Geldim Türk izlemedin. Milyonlar rahat olmam. Bir kenar gelip tebrik ederim. Bir hediye mi? Ne hediyesi tutmadım. Bugün acım bir hediye aldım değil mi? Kuyruğu mesela hediyeler. Mesela hayatım olmasa, mesela sevgilin olmasa, mesela hoşbaş eləməsiydim. Bu oğlan videolar tez-tez qarşıma çıxır. Eləcə məşhur tiktokerlər falan belə bəziyir, süsür deyə. Bu qaqaşma hardansa tanışır amma tutamıram. Yenə bir fantastik bir şey gözləyirəm sənə, fantastik. Böyük bir dəyişim. Gaz ver. Ay dağlarda uçan oğlan. Yenə. Amma çox qarşıma çıxır son vaxtlarda. Wow. Saç-saqqal uzat, yaraşar. Görək yaraşır. Yaraşıqdır. Bu nədir? Amma Ronaldo oxşuyur. Oo. Yaxşıdır, amma burada Ronaldo oxşusa. Niyə ki? Mən Ronaldo oxşasaydım, məncə saç-saqqal saxlamaz. Dağlarda gəzən oğlan. Bu arada sen. Neden bu akşam? Zahar Baxşariyevlə video çək. Şimdi yüzüme anlatıyorsun. Niye baktığına tepki aldın? Niye baktığına tepki atırsın? Vay. Ben çöplükten geliyorum. Ay dağlarda kaçan oğlan, uçan oğlan. Mən elə adamım, mən sən oy belə buna xortum da. Röya, o boydadır, sən xort. Ama gagalar tevadı. Bunlar ne iniyor? Ama bu nətər tutuzdurursan düz gəlir başına. Başoklan buz büyücüsü. Ama belə şey eləməyim. Məncə yəni olmaz yəni adamın görünüşü məncə fərqlidir yəni. Belə də olub. Niyə belə bir şey deyirsiniz? Adamlar bak bunlar trendi başladı. Bunlar başladıktan sonra bütün Azərbaycan başladı bu videonu çəkməyə. Ay Allah, nəşir indi. Evet, evdə çivim var. Yaxşı, yaxınlaşdım. Buna Türkiyədən fırladıqlar. Halal olsun. Vay, şeyxə bax. Balkonlu kişi. Qızlar, sizi də belə öpsəydi bir oğlan nə edərdiniz? Bu nə videoda? Bakı klubundan çıxan qızlar küçədə dalaşdılar. Show TV şey kimi oldu biraz. Oo. Bir-birlərini sürüyürlər. Ukrayna məzarlığı. Allah rəhmət eləsin. Adam fərqli məqsədlə paylaşır. Böyük ehtimalla yorumlarda belə şeylər var. Yəni rəhmətliyin başqa şəkilləri varmı? Bax belə videolar görüm ləzzət edir. Bax, bəh. Super. Həqiqətən çox xoşuma gəldi. Nə yalan deyim. Yaxşı, baxmaram. Tardı. Artıq ailədən icazə almadan qızlarla tək istirahətə gedə biləcəyin yaşdasan. Nə gözəl. Niyə oğlanlar qızı ilk dəfə Novxanıya çay içməyə gətirir? Şəhərdə çay yoxdur. Bu nə videodur? Benim görüşmemi istemeyen oğlan getiremem. Gündelik raskodum ödüyor. Aşağısı bir güne 300, 500 miyim? Ne kadar çok olsa. Nələr izləyirik, nələr var TikTokda. Bax, bu da super. Allahım yarabbim, bəzən qabağıma belə super videolar çıxır. Həqiqətən bax. Yəni rəqs müəllimidir, çox bəllidir. Yəni bu normal adam belə oynanmaz təbii ki. Halal olsun. Alqışlayırıq. TikTok Azərbaycanın ən gözəl 5 qadın fenomeni. Çiçək, pas, lalə, pas. Bunu da bəyənmədim. Bu Çinlərə oxşur. Pas, Elnurə, pas, Sevər. Buna yes deyə bilərəm. Allahım, bankomat pulu vermir. Yiyib pulu. İlk gün Azərbaycan. 2 ay sonra Azərbaycan. Gittim ya götürdük oradan. Çak böyle. Dedi sokmadan lan. Bu da zor videodur, yalan yoxdur. Çox şirindir axı.
Çox şirin olmasın, üstünə qarışqa yığılar. Qəşəng video olsun. Nəysə pas. Saat 3:48. Allahım məktəbdə yatıb qalıb. Trend reaksiyon max ədəbli forması. Ədəb sən nə gözəl şeysin. Ah! Ama halal yani köhnə bayınlar kimi olur. Geçsin. Oha. Nə fikirləşir bu? Nə fikirləşir ki? Solğan səni bezdirir, amma evdə olduğun yadına düşər. Nə olub ki onda? Hə. Anladım. Murat son ad günün olsun kardeşim. Allah'ım niye öyle şey değilsiniz? Qəlbini sındırırsınız. Bax qardaş, özündə ma qardaşım yazmışam. Adam elə söz deyər, bax qardaşım da yazmışsan. Adam elə söz deməz axı. Allah. Nə məncə elə şeylər deyilməz həqiqətən. Niyə adam qəlbini qırsın? Yəni nə qədər pis videoda çəksə, nə qədər yaxşı videoda çəksə, yəni fərqi yoxdur. İnsan insandır, niyə qəlbini qırırsın? Yaran mən. Aliyə belə videolar var. Allahım cəsini montajlayıblar bu qızlar. Allah. Abi bunu deyil ya, bəssiz. Cəsad ürəkdir. Koti. Nabrana sür, nə sizə gedək, nə bizə gedək. 14-15 yaşlı ergənlərin paylaşdığı mahnı ilə video. Ekranı vur. Ay. Hemen diyorum. Ben hele heyecanlı bir. Ay Sadiq abilə danışır. Ekranı tepkili. Ekrana təpkili özdə. Siz də like və kanalıma da abunə olmağı unutmayın. Neyse dostlar, bugünkü videomuzun sonuna geldik. Hələ də kanalıma abunə deyilsənsə, aşağıdan kanalıma abunə ol və bu videoma like at. Biraz tərlədim sözün açığı. Belə videolar biraz tərlətdi məni. Buradan çıxan videolar deyirəm, çaşdım. Bir dənə video çıxdı. Onu izləməyibsizsə keçib izləyə bilərsiniz. Bu arada sevilirsiniz. Bura qədər izləyibsənsə, cansan birbaşa, ürəksənsən.